bir abzası tərcümə eləyərik. Aha, elə Ruslan, səndən başlayaq və adını da tərcümə eləyək hekayənin. Bəli. Sarah and Little Bird. Aha. Bəli. Yağışlı bir gün idi. Aha. Zedey. Bax, görürsən, bu cümlənin mübtədası yoxdur. Şəxsi cümlədir. Ona görə itlə başlayacaq. Bəli. It is rainy day. Aha. Görsən, idi deyir, idi. Demək zamanı hansı zamanda verəcəm? O da was. Was. Aha. Yağışlı bir gün. Was rainy day. Rainy day. Və burada da artiklı unutmuruq, yaxşımı? Artiklı deyirik. Mən bu tərcümə elədiyim yerlərin şriftini dəyişim. Aha. Bəli. Sarah sətirlə parkda gəzirdi. Aha. Bəli, Sarah with umbrella. Yox, xəbərim gəlsin. Mübtəda xəbər. Sarah walks. Gəzirdi. Hansı zamandır? Bəli. Keçmiş walked. Gəzdi yox, gəzirdi. Keçmiş davam edici. Keçmiş davam edici zaman. Keçmiş davam edici zaman necə düzəlir? Sarah is walking. Was walking. Bəli. Aha. Harda gəzirdi? Parkda. In the park. Aha. Çətiri ilə. With umbrella. Təbii ki, biz artiklsız verməyəcəyik. Ya da onun çətiri ilə her umbrella da deyə bilərik. Aha. İndi keçdik növbəti. Birdən yerə düşmüş yaralı bir qız gördüm. Suddenly. Aha. Yaralı quş. Yox, mübtəda xəbər ver həlim. She gördü. Bu da davam etti. She was see. Gördü. Gördü. Keçmiş zaman. Sadə keçmiş. Senin keçmişi. Bəli. Onda saw. Aha. Nəyi gördü? Yerə düşmüş yaralı. Yaralı bir quş. Aha. Yaralı bir quş. Hurt bird. Yox. Yaralı. Injured. Bəli. Və burada nə çatışmır? A bird da. Sifətimiz hansı sifətlə başlayır? Sait. Ona görə olacaqdır ən. Aha. Yerə düşmüş, yerdə. Yerdə nədir? On the ground. Bəli. On the ground. Bəli. Quş uça bilmirdi və yağışdan ıslanmışdı. Bird Artıq adını ikinci dəfə çəkirəm. Bax, quşun adını ikinci dəfə çəkirəm. The bird. Bəli, artıq müəyyəndir, spesifik quşdan danışırıq. The bird. Bəli. The bird couldn't fly. Sağ ol. And aha. It necə? Islanmaq və Aha. Sonra wet də deyə bilərik.
Bax, nəm yaxşı vetdir, islandı, aha, yağışdan deyəndə, yağışdan, From rain. aha, yağışda islanmışdı desək daha yaxşı olar da, yağışda islanmışdı. Yağışdan islanmışdı, doğru fayda çıxmaz. Yağışda islanmışdı, in the rain. Bəli. Bu belə. Bəli. Sara quşu ehtiyatla çox. Aha, indi Rahib başlasın. Bəli. Bəli. Sara quşu ehtiyatla götürüb evə apardı. Sara tez keçmiş zamanda emin Bəli. Bəli. onda Sara took bird Bird. Nəyi unutdun? ehtiyatla Aha. Carefully. bəli. Xəbərdən sonra nə gələcək? Bird quşu götürüb. Nəyi unutdun yenə? Z artıq işlətməliyik. Bəli. Çünki spesifik artıq bizə müəyyəndir hansı bir söhbət gedir. The bird. And she took Gəl burada 2 dəfə təkrarlılıq olmasın da. Götürməyi başqa sözlə də deyək. Götürmək nə idi? 6-cı sinifdə əzbərləmişdik. Picked up. pick up. Bəli. İndi took deyə bilərik. Took home. Bəli. Took onu apardı. Took it home. Ya da took home da deyə bilərik. Bax, burada nəyi deyirik? Home sözü ilə yalnız 2 halda söz dönüşlənə bilər. Ya to be feilindən, ya da to stay feilindən sonra gələrsə. Aha, indi növbəti cümlə Rahib. Ona yem verdi və isti yerdə saxladı. She gave food to eat. Gave it food. Nədir cümlə tam? Yem verdi. Aha. Tam food. And Saxladı. saxlamaq, yəni save qorumaq. Evet. Bəli, kept It isti saxladı. place. Aha, ya, ola bilər. In a hot place. Ya da deyə bilərik ki, drop yazıram. Ya da deyə bilərik ki, kept it warm. Yəni, şərt deyil ki, hərfi tərcümə eləyək. Bəli. Aha. She served Hər gün. every day. She serves Qulluq etdi, yəni Qulluq. qayğısına qaldı mənasındadır. look after. Bəli, Take care of. bəli. Quşa To qulluq etdi. bird. The bird. Toya ehtiyac yoxdur. Look after vermişik. Bəli. And she Ki var. Elə və ilə bağlayaq xəbərləri əndlə bağlayaq. sağaltmaq. Healed. Heal it. Bəli. Və yaxud da bunu başqa cür necə deyə bilərik? Deyə bilərik ki, onun yaxşılaşmasına kömək etdi. Məsələn, helped it
Help it get better. Mhm. İndi Fatih. Tamam. Bir neçə gün sonra quş sağaldı. A few days later, Aha. A few days. kuş sağaldı. Bird, healthy bird, Yox, sağlıqlı quş demirik axı. Quş sağaldı deyirik. sağaldı. Hələ Sağalmaq mübtədanı de. healthy, hə, onda sağaldı. Mübtədanı de. Nə deməliyim? Mübtəda. The bird. Hə, the bird, Hı -hı. Sağaldı, sağaldı. yaxşılaşdı. Got well. Yəni. Ha. Yaxud da ki, bu ağlımıza gəlməsə, became better. O oxumağa və qanatlarını tərpətməyə başladı. Hı -hı. It is It. Başladı. oxumağa, Yox, yox. Xəbərimizi ver. Başladı. hə, başladı. Ready, O hazır olmaqdır. Started. hə, start. Başladı. Nəyə başladı? Oxumağa. Oxumağa, singing. Onda singing desə olar. To sing. Aha. To sing and qanatlarını qanatlar və ya Tərpətmək, hərəkət etdirmək. Tərpətmək, hərəkət etdirmək. hərəkət etdirmək. Move. Behave, Yox, o davranmaqdır. Move. Qanadlarını. wheels, Wings. It's. having. Burada deyə bilərsiniz niyə görə to-nu bir dənə yazdıq. Baxın, and-lə bağlamışıq deyə to hər iki feilə də aid oldu. Ona görə bir dənə yazdıq. Hə. Aha. Sara açmaq, open. Sara open pəncərə, Window. window. Aha. Window. And. Quş, hə, bird, the bird. Aha. Sevinclə Uçub uçub getdi. getdi. Hə, Uçub getmək, getdi. Yəni uçub getmək. go. Yox. Hə, uçub getmək, onda fly. Flying keçmişi. Flew. Flee, Away. flee, Xoşbəxt. away. Xoşbəxt. Sevinclə, Şən. hə, Xoşbəxt. Şən. playful desə olar müəllim. Şən oynaq. Biz burada zərf verməliyik axı. Hə. Hətta verəcəyik. Çünki uçmaq fiziki hərəkətdir. Onun necəliyini bildirən söz zərf olmalıdır. Playful şən oynaq sifətdir. Bəli. Sara gülümsəmək nədir müəllim? Smile. Smile, hə, smile. Və keçmiş Sara smiled and hand əl elədi. shook her hands da deyə bilərik. Ya da waved goodbye da deyə bilərik. Bu da doğrudur. Özünü itself, Yox, Saracanlı daxı. hə, elə biləm quş deyil. Onda Hiss etmək. bir görə
Himself. Hiss etmək, hiss etdi. Hə, hiss etmək kimi deyirlər. Felt. Hiss etmək feel, keçmiş zamanı felt olacaqdı. Qürurlu, qürurlu, qürurlu. Fəxr Qürurlu. etmək nə idi? Fəxr etmək, qürur duymaq. Qürur duymaq. To be proud of fəxr etməkdir. Hə, hə. Proud qürurlu deməkdir. Qürurlu və xoşbəxt. And xoşbəxt hiss etmək. Xoşbəxt də şeydə health, happy. Happy.